əziyyət çəkib bu gün burada toplaşan bütün dostlarımıza, doğmalarımıza, yaxından, uzaqdan gələn hər kəsə uzaq dolusu salamlar. Qarşınızda baş əyirəm ki, bugün istirahət kimi olmasına baxmayaraq bizi tək qoymadınız. Burada siz də istərdim ki, elə özünüz alışlayasınız, minnətdarımıza olun. Dəyərli millət vəkilləri, əziz şəhid anaları, əziz dostlarımız, doğmalarımız, uzaqdan, yaxından gələn hər kəsi salamlayıram. Bu günləri nəinki ölkəmizin ailə rəvaylarından bu gün bizə xarici ölkələrdə belə bu təqdimat üçün verən dostlarımız var. Hər birinizə minnətdaram. Yaxşı ki varsınız. Yaxşı ki bugün bir araya toplaşıb ədəbiyyatın, sözün, sənətin işığına toplaşmışıq və ən əsası düşünürəm ki, bugün əsas bizim romanımızın ana qayəsi uzaq şəhidlərimiz var və qayısı olmuş şəhid olan bir insan kimi, bir yazar kimi mən də çalışmışam ki, bu əsər vasitəsilə bir növ o borcundan azacıq olsa qaytara biləm. Və bunu təbii ki, əziz oxucularımız deyə bilər, onların sərəncamına buraxdığı kitabı və romanın əsas xətti uzaq şəhidlərimizin, alim əlama yüksələn insanlarımızın haqqında olduğu üçün çox istərdim ki, şəhidlərimizin və vətən yolunda canından keçən, vətən həsrətinin dünyasını dəyişən, təkcə 2-ci Qarabağ Savaşı'nda deyil də 1-ci Qarabağ Savaşı, ondan öncəki Azərbaycanın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin, eyni zamanda bu öndərimizin ruhunu bir dəqiqə sükutla yad edək, sonra davam edək.